Qadın voleybolçuların yüksək liqasında 2024-2025 mövsümünə yekun vurulub. Həlledici görüşdə Azərel və Abşeron voleybolçuları üz-üzə gəliblər. Qarşılaşma son çempionun üstünlüyü şəraitində keçib. 3 setdə də qalib gələn Azərel taybreykdə qələbəyə sevinib. Və Azərel çempion! Gözlənilən qələbə alındı. Komandada bəzi çətinliklər oldu. Qələbə münasibətilə kollektivi təbrik edirəm. İlk oyunda 0-3 hesablı məğlubiyyətə baxmayaraq qələbəyə inanırdıq. Bəzi təhlillər apardıq. Voleybolda qələbəyə inanmaq lazımdır. Sona qədər mübarizə apardıq və qələbə qazandıq. Görüşdən sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. İlk olaraq müxtəlif nominasiyalar üzrə seçilmiş voleybolçulara fərdi mükafatlar verilib. Ardından komandalara kubok və medallar təqdim olunub. Medalları idmançılara Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Beynəlxalq Voleybol Federasiyasının prezidenti Roko Şkiris təqdim ediblər. Kuboku Azərel komandasına Çingiz Hüseynzadə verib. Qarşı komanda da çox yaxşı oynadı, çox demək olar ki, super oynadılar. Əllərindən gələnləri ortaya qoydu. Biz də nə bacardıqsa onu elədik, amma alınmadı. Öz komanda yoldaşlarımı təbrik edirəm. İkinci yerdə böyük bir uğurdur. Çox yaxşı bir sezon keçdi bizim üçün, çətin də oldu. Xoş anlarımız, çətin anlarımız çox oldu, amma yenə də bu yerə kimi gəlib çıxdığımız üçün öz komanda yoldaşlarımı təbrik edirəm. Qeyd edək ki, Abşeron Gümüş Milli Aviasiya Akademiyası isə bürünc medallara sahib olub.